Bu sözə gülməm deyil, yeganə milləti ki, işdə otura iş axtarır. Həqiqətən, deməli bunun səbəbini araşdırdım, elə öz-özlüyümdə düşündüm. Deməli, bax, səhər çıxıram evdən, o qədər problem var ki, əgər sən hər şeyə problem eləsən, gedəsin də yerim var da, işə gedirəm. Oradan qırağa çıxa bilmərəm. Tözdən qayıdıb evə gələcəm də, yəni saat 8-dən 6-ya kimi iş saatim var. Deməli, gedirəm işə, nə iş dəyişmir, nə qazancım dəyişmir. Qayıdıram, gəlirəm və yorğunam, başımı atıram, yatıram. Yəni, bax, iş deyil, yoran. O qədər yükləmişəm problemlərim ki, özümə. Deyinə, savaşa gedirəm içimdə, beynimdə. Savaşa da gəlirəm. Heç də dəyişmir. Nə məvacib batmır, nə təzə iş tapmıram.